Salam. Bu gün biz demək analog kameranın ilkin olaraq necə qoşulacağını izah edəcəyik. Yəni birinci mərhələdə texniki tərəfdən nə işlər görüləcəksə onları izah edəcəyik. Ən əvvəl demək başlayırıq kameranın hansı hissədə olacaqsa, təbii ki kabelləşmədən sonra. Kabelləşmə olduqdan sonra CV kabelindən 2+1 və yaxud da 4+1 hansını istifadə edirsinizsə kabelin kamera tərəfdə olan hissəsini soyuruq. Soyanda əsas fikir verin ki, kabellərin hisslərini zədələnməyəsiniz. İndi hazırda bizim əlimizdə olan kabel 2+1'dir. Görüntü üçün mərkəzdə olan, yəni BNC-yə qoşulacaq iki hissə, bunun mənfisi və müsbəti belə deyək və kameranı enerji ilə təmin edən qara, mənfi, qırmızı, müsbət. Bunlardır. Ən əsas burada bir də diqqət etməli məqam budur ki, bu kabellərin əsasən mərkəzlərin soyanda müsbət hissəni, yəni bunların bir neçə dənəsi və tək bir dənəsi olur. Bunun üstünü soyub kəsəndə bunu zədələnməyə diqqət göstərin. Sonra eyni BNC-də də əminki kimi kabeli soyarkən kabelin daxilini zədələnməyə diqqət göstərin. Çünki bunlarda içərilərində olan xətlər çox incə olur və zədələyəndə belə deyək, bir qədərin soyanda apara bilərsiniz. Sonradan görüntüdə problemlər yaranır. Həmçinin BNC-də mərkəz soyanda diqqətli olmağınız daha yaxşı olar. BNC və disimiz hazırdır. Disini əvvəlcədən soymuşdum mən. İlk öncə BNC-ni bağlayırsınız. Mərkəzdə olan hər iki xətti bir-biri ilə bağlayırsınız. Bunları bağlayanda bir də diqqət göstərəcəyiniz əsas məqamlardan biri odur ki, bu mənfi və müsbət xətlərdən hər hansısa bir-birinə toxunmasın. Nəzərinizdən qaçıb, məsəl üçün də gözdən qaçır, bir dənə belə, bir xət belə qalıb burada mərkəz xətlə birləşəndə, yəni görüntü olmayacaq. Yəni əsas ona diqqət yetirin ki, gözdən yayınır. Bunun bir neçə cür bağlama üsulu var. Biz adətən bu formada bağlayırıq. Nəyə görə? Çünki daha səliqəli olur və kabelin belə deyək, bağlanan hissəsi, BNC DC ilə bağlanan hissəsi çox çobud olmur. Bunu eyni ikisini də yan-yana qoyub da bağlayırlar. Amma biz adətən belə bağlayırıq ki, çox çobud görüntü alınmasın. Deməli, BNC-ni bağladıqdan sonra keçirik DC-yə. DC-də də olur qırmızını qırmızıya, qaranı da qarıya. BNC-lərdə ola bilir ki, bəzən indi mənim əlimdə olan BNC-də mərkəzi və üstündə olan mənfisi başqa formadadır. Bəzilərdə olur ki, içərisi hər ikisi DC-dəki kimi rəngli olur. Ağ və yaxud da qırmızı, qırmızı və yaxud da qara. Yəni olduğu kimi, standartlarda olduğu kimi qırmızı mərkəz hesab olunur, qara ağ da ola bilər. Onda da qara mərkəz hesab olunur, ağı çöl mənfi xətlə bağlayırsınız. Həmçinin BNC-də olduğu kimi DC-də də çalışın ki, xətlər bir-birinə toxunmasın. İzolentə falan da çalışın ki, xətlər bir-birinə toxunmasın. Düzdür, bu hissə kamera boksunun kutusunun içərisində qalacaq. Amma yenə də zanətkəndə çalışdığınız qədər etibarlı edin ki, müəyyən müddətdən sonra nəm olub, burada qısa qapanmalar yaranmasın. Çünki IP kameralarda özlərinin üzərində balon olur, o balon qoruyur. Amma analog kameralarda özümüz bağlamalıyıq. Burada BNC-ni BNC-yə, DC-ni də DC-yə taxdıq. Bir də bir amil də var ki, yenə də deyirəm, boksun içində olsa belə çalışın BNC-nin üzərində zanetləyin. Çünki çöl şəraitində qaldığı üçün bunun nəm çəkməyi mümkün olur.
Deməli, kamera hissəmiz hazırdır. Artıq. Gəlir növbəti sonlanma hissəyə. Sonlanma hissədə CCTV kabelini soyduğumuzdan orada harca bir 5 sm soymuşduq. Daha uzun soyacaq. Nəyə görə? Çünki burada DC bağlanmayacaq. BNC bağlanacaq, ancaq DC bağlanmayacaq. Kameraların enerjisi burada power adapterla təşkil olunacaq. Onun üçün də bu hissəni biraz uzun soyuruq, amma BNC bağlanan yeri yenə kəsirik. Harca bir 4-5 sm saxlasaq bəs edir. Biraz üstün zədələsəz bəs eləyir soyunmağa. Həddən artıq kəsməyə ehtiyac yoxdur dediyim kimi, çünki imza olur bunların içi. BNC-lərdə bu formada bütöv olur. Mən indi burada kəsib hazırlamışam. Yəni bu formada bütöv olur. Bunun adətən istifadə eləyəndə, yəni bir tərəfin qısa kəsirsiniz, kamera tərəfini DC qədər, digər tərəfini uzun saxlayırsınız. Sonlandırma hissəni, çünki bu tərəfi uzun saxlayırsınız, sonlandırma hissəni yığanda ona uyğun bunda uzunluğun, qısalığın müəyyənləşdirirsiniz. Bir də bu BNC-lərin bəziləri olur ki, mən hazırda bunu dairəvi şəkildə kəsib sonra soyuram. Bəziləri olur ki, yəni o şəkildə yoxlasaz da soyulmayacaq. İndi ola bilər sizin əlinizdə olan BNC fərqli olsun. O BNC-lərdə bu hissəni mən indi dairəvi kəsib soydum. Məcburən indi xırda kəsirsiniz, soyursunuz, görürsünüz soyulmur, kabellər qırılırsa üzəri çox möhkəm olur. Səliqəli şəkildə içərini zədələmədən üzərin xırda bir yarıq atırsınız, ondan sonra kabeli soyub kəsirsiniz. Yəni bütün BNC-lərə şamil olunmur bu formada soymaq. Bu da kamera tərəfdəki kimi BNC hissəni bağlayırıq. Eynən bayaqçı kimi. Çalışın bunları da birləşdirəndə boşluqlar saxlayın. Sonra çünki kameranın görüntüsündə problem yaradacaq mütləq ki. Burada BNC-dən bağladıqdan sonra əsasən kabelində bu soyulan hissəsindən BNC-dən bağlayan hissəsin bir neçə dəfə üst-üstə zannetləyin ki, o hissə incəlir, oradan sonradan zədələnib qopmasın. Sonlandırma hissə demək olar ki, hazırdır. İndi burada bizdə sadəcə bir kamerada, yəni bunun necə olduğunu, necə quraşdırıldığını göstərmək üçün burada bir kamera ilə izah edirik. Sizdə ola bilər ki, məsəl üçün 4, 5, 8 və yaxud da daha artıq olsun. O zaman gələn bu sonlandırma xəttində kameraların polisini dəstəkləmək üçün indi əlimizdə olan burada adapter, bunun əsas enerjiyə qoşulmaq üçün özünün el, en və torpaqlama burada qeyd olunur üzərində. Buradan baxıb qoşa bilirsiniz. Qalan isə burada kameranın qoşulacaq yeri bir mənfi ayağı, bir də müsbət ayağı var. Mənfini mənfiyə, qaranı, yəni mənfiyə, qırmızını müsbətə qoşursunuz. Bunun kamera sayına görə bunların amperindandır. Kamera sayına görə amperi artırılır. Məsələn, sizdə 5, 10, 15, 20 kameradır. Yəni ona yoğun kameraların amperinə yoğun hesablayıb power adaptörü alıb istifadə edirsiniz. Onların yəni amperaj da yüksək olduqda burada mənfi və müsbət ayaqlarının sayı daha çox olur. 2 mənfi, 2 müsbət, 3 mənfi, 3 müsbət olur. Məsələn, 10 kameradırsa bölürsünüz. 3 bölə bilərsiniz də 3 və 4. Məsələn, 3 dənə müsbəti bir müsbət ayağına, 3-ün birinə, 4-ün də birinə, həmçində mənfiləri 3-ün birləşdirib birinə, 3-ün birinə, 4-ün birinə. Demək, XVR-ımız isə əlimizdə olan Univinin 4 portlu XVR-ıdır. Sonlandırma hissəsində bütün başlıqları bağlamışsınızsa, hamısı BNC-ləri bağlamışsınız. Power kabellərin hazırlamışsınız. Keçirsiniz növbəti mərhələyə XVR-ə. XVR-ın da hard diski belə deyək, sizin kamera sayına görə müəyyən olunur. Yəni neçəlik olmağı, neçə 500 GB olacaq və yaxud da 1 TB olacaq və yaxud da 2 TB olacaq. Bu sizin kameraların sayına və kameraların hansı görüntü keyfiyyətində olacağından asılı bir şeydir. Yəni bunların da bir hesablanma forması var. Burada deməli bu 4 portluda birbaşa hard disk. Hard disklərlə də məsələn bu işi görən insanlar bilirlər ki, incə davranmaq lazımdır. Çünki
tez zədallıqda tez sıradan çıxa bilər. Burada 4 portlu XVR-larda adətən şleyfsiz hard disk birbaşa ana plataya taxılır. Burada yerləri var. Digər 8'li, 16'lıq və daha çox çıxış portları olanlarda şleyflər olur. Bu hard disk, yəni plata şleyflərlə taxılır. 2 dənə şleyf olur, platada şleyflərin yerləri olur. Burada isə birbaşa taxılır. Taxanda da çalışın bu çıxışları zədələməyin. XVR-ın içində olur o şleyflər və hard diski XVR-ə, NVR-ə bağlamaq üçün olan bu şuruplar. Mən indi hazırda hard diskin üstünə bağlamışam. XVR-ın içərisindən çıxır. Yəni əgər içərisində şleyf yoxdursa, o formada gəlibsə, demək ki, birbaşa hard diski ana plataya taxasınız. XVR-ımız da hazırdır. Tam formada. Deməli, kameralar üçün power adapterimiz göstərdiyimiz kimi kameranın əsas enerji mənbəyinə qoşmaq üçün burada özünün mənfi və müsbət göstərdiyi çıxışları var, torpaqlaması var və əsas kameranı qoşacağımız, yəni 12 volt müsbəti və mənfisi var. Əsasən buna diqqət edin ki, bunları qoşanda düz qoşun. Qara mənfiyə, qırmızı isə müsbət çıxışı. Bir də bu adapterlarda bir xüsusiyyət var ki, bəzən ola bilər quraşdırırsınız, kamera sayına uyğun deyil, yəni az bir fərqlə, məsəl üçün 10 ədəd kameramız var, 9 göstərir, birində isə baxırsınız ki, biraz görüntüdə problem var, bəlli olur ki, belə deyək də power adapter çatdırmır. Burada bunların nizamlayıcısı var. Yəni çox yox, biraz yəni voltajda dəyişiklik eləmək olur. Voltun burada artırıb azaltmaq olur. Artıq kameramızın da power hazırdır və BNC-ni taxırıq. BNC-lərində yerləri var burada. Yəni çox çoxlu şəkildə davranmağa çalışmayın. Yəni öz yeri var. Yerinə keçdikcə rahatlıqla bağlanır. Həmçində açılır. Deməli, texniki cəhətdən hər şey hazırdır. Kamera tərəf sonlandırma hazırdır. Power adapteri hazırdır. XVR-ın özü BNC taxılıb hazırdır. Burada nə qalır? Bir dənə. Burada bu qalır ki, kameramızı, daha doğrusu XVR-ımızı kənardan kompüter vasitəsilə və yaxud da telefon vasitəsilə izləmək istəyirsinizsə, mütləq şəkildə şəbəkə ilə əlaqələndirilməlidir. Evdə, quraşdırdığınız ofisdə və yaxud da hardadırsa, həmin yerin şəbəkəsi ilə əlaqələndirilməlidir. Bu ola bilər birbaşa həmin yerdə olan modem vasitəsilə də ola bilər, onun çıxışlarından da istifadə edə bilərsiniz və switch varsa, switchdən də, elə deyək, LAN portu taxıldı. Bu switchə məsəl üçün taxıldı. Switchə də sizin öz şəbəkənizdən internet gəlir. Yəni, texnik tərəfdən quraşdırılması belədir. Evdə isə hər hansısa bir monitora qoşub ancaq orada baxmaq istəyirsinizsə və yaxud da fərqi yoxdur, telefonunuzda da, monitorda da evdə izləmək istəyirsinizsə, burada çıxışlar var. HDMI çıxışı var və VGA çıxışı var. Hazırdakı yeni monitorların demək olar hamısında onsuz da HDMI çıxışı girişi var. Olmasa işlətdiyiniz, istifadə edədiyiniz monitor əgər köhnəlsə HDMI çıxışı yoxdursa, VGA ilə də istifadə edə bilərsiniz. Və burada olan 2 ədəd USB yer var, mişkanın qoşulub idarə edilməsi üçün. Demək, texniki cəhətdən və fiziki cəhətdən analog kameraların qoşulması bundan ibarətdir. Başqa bir şey yoxdur. Digər isə burada kameraların XVR-larda, IP kameralarda, analog kameralarda istifadə etmək olur. Digər inteqrasiyası və proqram vasitəsilə olanları isə inşallah ki, digər mərhələlərdə sizə izah edəcəyik. Necə yəni telefona qoşulur, kompüterimizə qoşulur, XVR-ə həm eyni vaxtda analog və IP kamera qoşduqda isə necə etməlisiniz, onların hamısını izah edəcəyik. Yəni bu proqram tərəfinə kimi XVR-ın açılıb, necə quraşdırılır, ilkin parolu və digər şeylər, onları növbəti videoda yəqin izah edəcəyik.